Oy, bax burada da belə bir gözəllik var. Mən səhərdən videoya başım qarışıb çəkməyə. Allahım, bura baxın nə gözəldir, nə gözəl bir sahədir. Polyanadır bura. Yaşıllıq. Bax burada bizdən başqa da adamlar var. Çox gözəldir. Gəlin qızlar, görməyən, burada heç olmayanlar gəlin baxın. Bizimkilər gediblər oradadılar. Görüm hələ hardadılar. Bugün bizim başqa gözəl planlarımız da var. Buradan çıxıb hələ bir neçə yerlərə gedəcək. Düz axşama qədər. Ay Allah, nə gözəldir buralar. Bak, bu otu tapdalamayım, hayıfdır. Buradan dönürəm, baxın bunlara da baxın nə gözəldir. Başqa bir aləmə düşmüsən. Hər məkan bir zonanı xatırladır adama. Bu getdiyimiz, gəzdiyimiz, gördüyümüz yerlərdən və yaxud televizordan gördüyümüz yerlərdən və yaxud bax bunları görürsünüz, balaca paprotniklardır bunlar. Mən bunu nə vaxt deyim, hardasa 4-cü, 5-ci siniflərdə deməli priroda dərsindən keçmişəm. Bax belə yox, onlar yekədir, yekə bir gəmi boyda da olar paprotniklar. Bax bu onların kiçiyidir. Bu mənə məktəb dövrümü xatırlatdı. Yəni hər məkanın özünün bir xatirəsi var. Çox gözəldir. Bura gəlməyi tövsiyə eləyirəm sizə. Deməli bura giriş nə qədər oldu mən verməmişəm. Yəni amma ödənişlidir də, hamımız üçün ödənişlidir. Prosta o bir yerdə verilib. Ailə üçün, ona görə deyirəm, mən verməmişəm. Sonra bir də ora o botaniki şeylərə girdik, oranjereyalara, onlar da girişi 2 manat idi, səhv eləmirəmsə. Qəşəng idi. Bax indi gedək bir çay da içək burada.